Elvina ilə bir-birimizdən heç xoşumuz gəlməyib. Elvinə xəsarət yetirib ayrıla bilərdim. Oynamasınlar heç kəsə. Görürlər gündəmdən düşürlər, sırası bir dənə boşanma xəbərinə təzədən qayıdılır. 3-4 saat biz ayrı qalan kimi mən aqressivləşirəm. Valla imkan vermir ki, onun yoxluğunu istəyir. Daima ağıllı ol, sözlərim, arzularım çoxdur, nəysə. Biz 6 ildir istifa edik. Onun son günü mənim son günüm idi. Həyat da bax belə də, bir güləndə bir ağlayır. Onlar səhnədə güldürür, düşündürür, sevdirirlər. Bəs səhnə arxasında nə baş verir? Sevgi, mübarizə və fədakarlıqla dolu bir yol. Bugün qonaqlarımız aktyor cütlük Elvin və Elvinadır. Onların bizə göstərmədiyi tərəfdəyik. Xoş gəlmisiniz. Xoş gördük. Salam, xoş gəlmişik. Sizi xoş gördük, izləyicilərimizi xoş gördük. Buyurun. İlk öncə soruşmaq istəyərdik ki, tanışlığınız necə olub? O anı bugün necə xatırlayırsınız? Tanışdığımızı burada ikimiz çox yaxşı bilirik, bir də üçüncü şəxs bilir. Niyəsə nə təsadüfsə o da büyümür. Hə, təsadüf görürsən. Film çəkilişində tanış olmuşuq. Adlarımız da rol oynayıb. Əslində Elvina ilə bir-birimizdən heç xoşumuz gəlməyib. Həm o filmdəki obrazlarımız da bir-birimizə düşmən idik. Həm də nəsə çəkiliş məqamında mən biraz sakit təbiətli insanam. Elvinanın hələ o dövrdə çılğın vaxtları idi. Biraz bəyənmirdim onu. O da mənim sakitçiliyim, amma deyirsən saydığı say, gör fələyinə sayır. Bəli. Elə bir an olubmu ki, az qala ayrılasınız və əgər bu olubsa, sizi o anda nə saxlayıb? Mən bugünə şükür edirəm ki, biz 6 ildir ki, ailə həyat qurmuşuq, 7 ildir ki, bir yerdəyik. Belə bir şansımız olmayıb, belə bir şey gəlməyib başımıza. Amma bilmirəm, bundan sonra Allah qismət eləməsin, elə bir şey olsa nələr olar. Əslində, bəzi cütlüklər kimi qəşəng sual vermişsiniz. Maraqlı bir ortaya bir şey atıb qalmaqal yaradardıq. Çünki indi çox dəb düşüb, görürlər gündəmdən düşürlər, sırası bir dənə boşanma xəbərinə təzədən qayıdırlar. Amma Allaha min şükür, nə buna ehtiyacımız var, nə də Allah Taala bizə o günü yaşatmayıb ki, biz o dərəcəyə gələk ki, boşanma haqqında fikirləşək. Bəs sizcə tanınmış olmasaydınız da, bu münasibət bu qədər uzun müddət davam edə bilərdi? İndi baxır hansı tərəfdən. Misal üçün, mən tanınmış olsaydım, Elvina tanınmış olmasaydı, bizimki davam eləməzdi. Mən ümumiyyətlə, mənim xarakterim elədir ki, mənim həyat yoldaşım, mənim sevdiyim insan, bizim iş rejimimiz bir olmalıydı. Mən bir insandan çox uzun müddət aralı qalanda o insandan soyuya bilərəm və ağlıma çox böyük, fantastik şeylər gələ bilər. Ona görə məncə eyni, təkcə aktyorluq yox, başqa bir iş, bir başqa sənətdə məşğul olsaydıq, eyni işdə olmasaydıq, məncə çox problemlərimiz ola bilərdi. Hətta Elvinə xəsarət yetirib ayrıla bilərdim. Yəni, bu hekayədə yanan mən oldum. İndi sizdən bir şey xahiş eləyəcəm. Siz ayağa qalxacaqsınız və bir-birinizin əlini tutaraq, gözləriniz bağlı şəkildə bundan sonra verəcəyim suallara bu formada cavab verəcəksiniz. Zəhmət olmasa ayağa qalxın. Selamlayacaqsın. Gözlərinizi bağlayın. Əgər bilsəniz ki, birinizin son gündür, yəni ya Elvina xanımın ya da Elvin bəyin son gündür və ona son dəfə nə demək istəyərdiniz? Əgər o qalırsa, mən yoxa çıxıramsa, deyərdim ki, keçmişə takılma, mənə takılıb qalma, daim irəli, üzün gülsün, işlərin uğurlu olsun. Sonuncu günüm olsaydı, nə bilim, deyə bilməzdim heç nə. Həyat da bax belə də, bir güləndə bir ağlayır. Deyə bilməzdim. Bəs Elvin bəyin son günü olduğunu bilsəydiniz, ona nə demək istəyərdiniz? Biz bunu yaşamışıq və Elvin bilir. Onun son günü mənim son günüm idi. Bir-birinizə demədiyiniz ən böyük qorxunuz və yaxud da ki, sirriniz nədir? Elvina bilir,
Yəni bu çox soyuq cavab ola bilər. Mənim heç bir şeydən, yəni yaşadığım həyatdan sonra heç bir şeydən nə qorxum var. Qaldı ki, sir, mən ümumiyyətlə 6 il öncəki həyatı silmişəm. Bu 6 ildə də yanımdadır, heç bir sirrim yoxdur ondan. Elvin məni çox yaxşı tanıyır, bütün qorxularımı da, hər şeyimi bilir və mən ondan heç vaxt heç nə gizlədə bilmirəm. Gözlərimin içinə baxan kimi hər şeyin düzünü deyirəm. Ona görə aramızda elə gizlətdiyimiz qorxu və ya sir yoxdur. Ən gücsüz anınızda o sizi necə sakitləşdirir? Elvin yaxşı psixoloqdur. Mən deyərdim ki, Elvin aktyor, ifaçı olmasaydı çox yaxşı psixoloq ola bilərdi. O psixoloji dəstəklər verir daima mənə. Mənə isə mən həyatı pozitiv yaşayan insanam. Allah uzaq eləsin. Yaxın bir adamın itirdiyini biləndə belə ona pozitiv yanaşa bilən insanam. Ona görə də Elvini həmişə demişəm. Mənim gördünsə çətimə düşürəm və yaxud da hər hansı bir işdə çətinlik daşıyıram. Fikirli gördünsə məni üzümü güldürəcək, ya bir hərəkət elə, ya da məni elə bir yerə apar ki, mənim ancaq üzüm gülsün. Qalan hər bir problem həll olunacaq. Tamam, təşəkkür edirəm. Yerlərinizə əyləşə bilərsiniz. İndi oturaq düzləri danışıq. İndiki rubrikamızda isə mən sizə müəyyən şəkillər göstərəcəm və bu şəkillərə baxdıqda nə hiss etdiyinizi və o günə yenidən qayıtsanız bir-birinizə nə deyəcəyinizi soruşacağam sizdən. O şəkillərə baxanda kövrəlməkdən çox həmişə qürur duyuram öz gücümüzə. Bu arada birincisi bütün Azərbaycan xalqına, Xoşqədəm xanıma, bizə dəstək olan hər kəsə təşəkkürlərimi bildirirəm. Amma o şəkillərə baxanda şükür eləyirəm. O xəstəliyə şükür eləyirəm ki, nə yaxşı başımıza gəldi. Şükürlər olsun. Çünki bu gün bizim güclü olmağımız, bizim bu gün bir-birimizin sıx olmağı, bir-birimizi anlamağımız və böyüməyimiz, yaşla yox, beyinlə, ürəklə böyüməyimiz o şəkildəki hadisələrə bağlıdır. Şükür olsun. Göstərdiyiniz şəkildə çox şey var həqiqətən. İlk olaraq öz tərəfimdən deyim ki, o gördüyünüz şəkildə bütün səhvlərim var. Ən çox da o şəkillərdə öz gözlərimə, öz belə vidimə, fasonuma baxanda dost-tanış tərəfindən nə qədər səhv elədiyimi o şəkildə görürəm. Çünki həmin dövr mənim ən pis dövrüm idi. Nətər deyim, yaşla qorunu seçəcəyim dövr idi. Elvina demişkən, çox şükür eləyirəm ki, mən o xəstəliyi yaşamışam. Bundan sonra Allah tərəfindən gələn hər bir sınağa, hər bir xəstəliyə də hazıram. Əgər mənim haqqımdırsa da, bugünkü dünyada ona hazıram. Çünki o xəstəliyə görə o qədər insanları tanıdıq, o qədər ətrafımızı təmizləyə bildik, bəlkə də hələ də qalıb. Və öz tərəfindən baxanda bunu görürəm, amma ən pis olduğum tərəf məni sevənlərin o şəkilə baxanda ağlamağı. İnanırsınız, o şəkildə Azərbaycan xalqının mənə olan sevgisini görürəm. Vid olaraq orada elə pis viddəyəm ki, amma o şəkilin özündə bir sevgi var. Çünki mən həmin dövrdə xalqın, millətin məni tanıdığını, sevdiyini, çoxları belə deyim də, ətrafımda da oldu, bəlkə də hələ də deyirlər ki, cəmaatın sənə yazığı gəldi. Yəni, yazıqlıq bir yerə qədər olan bir şeydir. Amma yazıqlıq maddiyyatda bitə bilir. Amma bir şey ki, duaya keçirsə, bu artıq yazıqlıq deyil. Mən hər dəfə də deyirəm, məni həyatda saxlayan maddiyyat olmadı. İnsanların duası, Allahın rəhmi və hətta Quran kitabında da var ki, o nədir ki, Allahın yazını, alın yazısını dəyişdirə biləcək yeganə şey duadır. Və o dualar olmasaydı, bəlkə də mənim alın yazımda elə ölüm də var idi. Milyonların duası məni saxladı. Yəni o şəkil mənə şükrü, sevgini, bir də yaxşı ilə pisi ayırmağı göstərir. Bir daha mən də bütün Azərbaycan xalqına təşəkkür edirəm. Mənim sağalmağımda vasitəçi olan hər bir kəsə təşəkkür edirəm. İndiki rubrikamızda isə 2 sualımız olacaq. O olmasaydı adı altında. Əgər bir-birinizi heç tanımasaydınız, sizcə həyatınız necə olardı? Mən? O olmasaydı ilk öncə olaraq biz bu verilişə belə çağırılmayacaqdıq, 100%. Amma dərinliyə gedəndə, bayaq dediyim mövzu ilə bağlı, mən düşünürəm ki, özünə də bunu dəfələrlə demişəm, həmişə də sual verib ki, mən olmasaydım görəsən sənin həyatın nətər olardı?
Mən həmişə də cavabı vermişəm, demişəm, sən olmasaydın, bəlkə də mən indi həyatda deyildim. Çünki mənim o çətin dövrümdə nə qədər ki, anam, bacım, yəni belə deyim də mənim ətrafımda olsa da, insanın ən anadan, bacıdan belə saxladığı, gizlədiyi bir şeyləri həmin dövrdə Elvina bilirdi. Mənim həyatımda nələr baş verib, mən o duruma nətər gəlib düşmüşəm və Elvina mənə dəstək verirdi. Elvina olmasaydı, bu həyatı belə yaşasaydım, mən indi həyatda deyildim. O olmasaydı mən indiki beyində Elvin ola bilməzdim. Elvin mənə çox şeylər öyrədib. Bəzən səbir eləməyi öyrədib, bəzən addım atanda çılğınlıq, ilk elə veriliş başlayanda da suallarından mən çılğın insanam, düşünmədən hər an hər şey eləyə biləcək bir insanam. Amma onları Elvindən öyrənmişəm ki, hər şeyi düşünərək elə, hər şey zamanında elə. Olmasaydı Elvin olmazdı, olmasaydı mən bu qədər beyin olaraq, nə bilim, hər baxımdan böyüməzdim. Olmasaydı, nə bilim, çox şeylər baş verərdi. Bəs o olmayanda sizdə nə eksik qalır? Bu çox gülməli cavabdır. Biz bütün günü 24 saatlı bir yerdəyik. Həm ailə olaraq, həm iş olaraq bir yerdə oluruq. Amma elə olur ki, məsələmdə mən salona gedirəm və ya Elvin sağlamlığı ilə bağlı xəstəxanaya gedir və ya bir bərbərə gedir. Yəni də ayda 2-3 dəfə 3-4 saat biz ayrı qalan kimi mən aqressivləşirəm. Çox əsəbləşirəm ki, biz niyə ayrı qaldıq və o 3-4 saat mənə 3-4 ay kimi gəlir. Elvin evə gələn kimi mən bütün aqressiyamı ona boşalmalı oluram və o da bilir ki, biz 3-4 saat ayrı olan kimi birləşəndə, yəni aqressiv bir gün bitir həmən günü. Eyni ilə. Yəni 3-4 saat belə ayrı qalanda, olmayanda nələr olur, onlar danışım sizə. WhatsApp dayanmır. WhatsApp dayanmır. Sonra məni evə və yaxud da hardasa yanına gətirmək üçün nə qədər problem deyirsən, hamısı çıxır. Amma mən tərəfdən nə çatışdım, valla imkan vermir ki, onun yoxluğunu istəyir. Allah haqqı, imkan versə bəlkə bu suala səmimi cavab verərdim. Özünlə də dalaşırıq. Deyir, niyə mən tez-tez zəng eləmirsən hardasa olanda? Deyirəm, sən imkan ver ki, mən darıxım, zəng eləyim. Onu da imkan vermir. Artıq deyə bilərik ki, sona çatdıq. Siz gəlib çəkişə başlayandan sonra biz sizə məktub yazdırdıq. Və indi Elvin bəyin yazdığı məktubu Elvina xanım oxuyacaq və Elvina xanımın da yazdığı məktubu Elvin bəy oxuyacaq. Səsli şəkildə oxumağınızı istəyirəm və bizi izləyənlər də eşitsinlər və sonra hisslərinizi istəsəz bölüşərsiniz bizlə. Mən elə bildim gizlini oxuyacaqsın. Həyat davam edir. 6 il öncəki kimi. Birlikdə davam edəndə bu həyatda əl-ələ verib bir çox şeyə yaxşıya doğru istiqamətləndirə bildik. Arzum, istəyim budur ki, bundan sonra da üzərimizə gələn bütün mənfiliklərə qarşı belə möhkəm olaq. Hədəfimiz olan yerlərdə. 1. hörmətlə, 2. doğmalıqla, 3. sevgi ilə tanınaq. Mən səninlə güclüyüm. Çox sağ ol hər şeyə görə. Nə yaxşı ki, həyatımdasan. Mən həmişə sənə həyat yoldaşım demirəm, yol yoldaşım deyirəm. Bu həyatda nə qədər yolun varsa, yol yoldaşım olaraq yanımda ol. Məni dəyişdiyin üçün, mənə həyatın nə qədər gözəl və çətin olduğunu anlattığın üçün təşəkkürlər. Məncə sən mənim özümsən. Hər şeyim, daima ağıllı ol, sözlərim, arzularım çoxdur, nə isə. O nə isə də bilsən nələr yatır. Mənə maraqlıdır ki, o nə isə nə idi. Yəni çox şey yaza bilərdim də. Ona görə nə isə və ağıllı. Bilirsiniz, mən özüm senaristəm, yazaram, 14 il işləmişəm. Əsas yazılan sözlərin, nətər deyim, o şahənşahlığı deyil. Mən misal üçün bu məktubda Elvinanın adi həyatda da
buraxdığı orfoqrafik səhvləri gördüm. O səmimiyyətini hiss elədim ondan ki, yəni o həmişə mənə qarşı nə isə deyəndə görürsən dili topuq vurur. Bu məktubda da hamısı var idi. Mən də Səmimiyyətlə heç nəyə fikirləşməyib yazıb, yəni birbaşa. Mən də burada daima başa düşmədiyim yazma xətti ilə tanış oldum. 6 ildir ki, başa düşmürəm. Bu o da demək ki, biz 6 ildir bir-birimizə başa düşmürük. Yazım tərəfindən başa düşmürük. Sonda onlar həm Mən Elvin deyim, deyib, hə sən de, sonra mən deyim. Biz də oradan da nə yaxşı ki, güclüyük və buna görə çox xoşbəxtəm ki, hamı bizi Elvinanın reallığını tanıyır. Bizim heç vaxt heç nəyə ehtiyacımız olmadı. Heç vaxt bu ümidimiz də olmadı ki, tanınmaq üçün nəsə eləyək, gündəmdən düşürük, nəsə eləyək. Elə nə yaxşı Elvina xəttini tutmuşuq, reallığımızla, səmimiyyətimizlə elə davam edirik. Qısa bir ismarı kimi istəyərdim ki, istəyir bizim sənətdə olsun, istəyir olmasın. Cütlüklərə demək istəyirəm ki, bu gün ən gözəl ailəni qurmaq istəyirlərsə, mənim üçün ailə kağız üzərindədir. Güclü münasibət qurmaq istəyirsə, real olsunlar bir-birlərinə qarşı, səmimi olsunlar, oynamasınlar heç kəsə. Yalandan gedib arxa pərdədə bir-birlərini sevmədiklərini deyib, çıxıb burada yalandan səni sevirəm, ya orada xoşbəxt olub burada çıxıb ayrılıqdan danışmasınlar. Bizi sevənlərə də, sevməyənlərə də deyirik ki, biri var deyərlər ki, hər şey göründüyü kimi deyil. Mən sizə deyirəm ki, hər şey elə göründüyü kimidir. Biz bu günlərimiz sizin hekayənizdən daha da yaxından tanış olduq. Gəldiyiniz üçün, danışdığınız üçün, suallarımızı belə səmimi cavabladığınız üçün təşəkkür edirəm. Biz təşəkkür edirik, minnətdarıq. İnşallah yenidən görüşərik.